Necə? Quantifier sözünün tərcüməsi nə deməkdir? Yəni o nə qaydadır, hansı qaydadır? Məncə hər bir qaydanın əvvələn biz bilməliyik mənası nədir də. Tərcüməsini bilmək lazımdır. Bax mən izahımda demişdim. Dərsdə də, video izahda da demişdim. Kəmiyyət bildirən sözlər, Səid. Görürsünüz? Ekran görebilirsiniz. Bəli, bəli, görürəm. Əhəmiyyət bildirən sözlər. Bax, ingilis dilində bu bəs adları öyrəniriksə, Azərbaycan tərcüməsini də öyrənək də. Xahiş edirəm, onlara fikir verin. Lazım ola bilər. Hardasa lazım olar. Quantifiers kəmiyyət bildirən sözlər. Hansı kəmiyyət bildirən sözləri tanıyırsınız, Səid? Nümunə deyin, zəhmət olmasa. Fish, a little. Bir dəqiqə. Birincini nə dediniz? Başa düşmədim. Fish. Fiş, balıq fiş. Yo, fish yox, fiv. Fiv. Fiyo. Balıq. Hə, few. Okay. Deməli, bəli, little dediniz, few dediniz, sonra başqa çoxlu söz var idi bizdə. Hansıdır o? Bu əzbər. Birini deyib dayanmayın. Hamısını deyin ki, yadınızda yaxşı qalsın. Sonra. Hı. Nə qədər oxumuşuq da onun hamısı kəmiyyət bildirən sözdür. Siz qaydanı öyrənmisiniz və qaydanı öyrənmişsə bu cavabı deyə bilərsiniz. Daha da diqqətli olaq, xahiş edirəm. Bax, bunu oxuyanda sadəcə oxumaq üçün oxuyub üstündən keçməyək. Much, a little. Bunu bir yerdə deyirik. Many, a few və bir də several var. A lot of var. Onun dostları, lots of var. Plenty of var. More var. Sonra very və birləşmələri var. To və birləşmələri var. Olmayan birləşmələri var. Bəs bunları siz deməlisiniz də mən keçən dərs artılaması ilə danışmışam bunları. İndi başlayırıq nədən? Much. Much'ın tərcüməsini deyirsiniz. Eləcə də nə ilə istifadə olunur onu deyirsiniz. Buyurun. Buyurun Səid. Hı-hı. Much nə deməkdir və hansı sözlərlə istifadə olunur? Düzün desin demək olar ki, qaydanı başa düşmüşəm mən. Qaydanı başa düşməmisiniz və mən sual verəndə ki, başda birisi dediniz, hə. Amma sizə bir şey deyim, mümkün deyil bunu başa düşməməyiniz. Niyə? Deyin niyə? Çünki bunu isimlərdə biz keçmişik. Deməli, belə çıxır, siz isimlərdən bəri başa düşməmişsiniz bunu. İzah eləmişəm, testlərdə eləmişik. Bu yadınızdadsa hələ Word kimi yazıb şəklində atmışdım. Bunu da ayrıca dərsdə də izah eləmişdim. Üstünə də bir dənə də video çəkmişdim ona aid mən. Mən izah elərəm bir dəfə, heç problem deyil. Yəni sözüm onda deyil. Amma deməli siz əvvəldən başa düşməmisiniz bunu. O mümkün deyil. Bəs bunun testlərini siz eləyirdiniz axı. Deməli onu da bir də izah eləmək lazımdır, eləmi? Belə başa düşdüm. Bəli. Mən izah eləyəcəm, təbii ki, problem deyil. Amma bax, mən yenə vurğulayıram. Bu qayda isimdə keçilib və izah olunub. Deməli, siz onda başa düşməmişsiniz. Xahiş edirəm, başa düşməyən də yerindəcə deyin. Burada. Artıq dərs bitəndən sonra siz gəlib deyirsiniz ki, mən bunu başa düşməmişəm. Tamam, mən bugün imtahan eləmək istəyirəm sizi quantifiersin. Bəs necə olacaqdı onda? Səsinizi açıq saxlayın ki, onu da açıq bağladıqca biz vaxt itiririk. Səssizliyi də təmin eləyin arxa fonda. Mən çünki sizə suallar verə-verə izah eləyəcəm. Baxın. Bir də izah eləyəm onda. Quantifiers kəmiyyət bildirən sözlər adlanır. Kəmiyyət bildirən sözlər sayılan və sayılmayan isimlərlə istifadə olunaraq onların miqdarını bildirir. Yəni, biz vaxtı saya bilmirik və yaxud kitabı saya bilirik, amma onu kəmiyyətini göstərmək istəyirik, nə qədər olduğunu göstərmək istəyirik. Bu baxımdan belə kəmiyyət bildirən sözlər var. Onları qruplara bölmüşük Səid. Birinci qrupu keçirik. Yalnız sayılmayan tək isimlər. Nə deməkdir? Yəni, bu gördüyünüz much, a little və little kəmiyyət bildirən sözləri yalnız istifadə olunacaq sayılmayan və təkdə olan isimlərdən. Onsuz da sayılmırsa bu isim təkdədir. Deməli, görürsünüz, much'ın tərcüməsi nə olacaq? Birincisi much'dır.
Much. Bəli. Siz ekrana baxırsınız. E, Çox, çoxlu. Burada yazılıb da. Bəli, çox-çoxlu deməkdir. Maçdan sonra yalnız baxın, sayılmayan və təkdə isim gəlir. Təkdə ismin gəlməyə şərt deyil ha. Bax, book da təkdədir. Amma mənə sayılmayan lazımdır. Məsələn, match time. Necə tərcümə edəcəyik bunu? Çox vaxt. Bəli, çox vaxt və yaxud çoxlu vaxt sayılmır və təkdədir. Match book demək mümkün deyil. Tək olmağı bizi yanıltmasın. Çünki book sayılan isimdir və match sayılmayanla gəlir. Match books da olmaz. Matchdan sonra sayılmayan tək gəldiyi üçün cəm gələ bilməz. Bu qədər. Və yaxud çoxlu at. Çoxlu ət, meat. Bəli, match meat. Çoxlu mebel. Much furniture. Bəli, bu qədər. Maçın qaydası bundan ibarətdir. Maçdan sonra sayılmayan, üstəgəl tək isim gəlir. Tək isim, yenə deyirəm, əsas şərt deyil. Belə də verə bilər, çaşdıra bilər sizi, olmaz. Sayılan isim və yaxud cəm isim gələ bilməz. Gəlirik a little-a. A little və little eyni kökdən gəlir. Tərcümə fərqləri var. Əvvəla onu deyim ki, a little-dan da sonra mütləq danışmışdıq sizinlə. Nə gəlməlidir? Nə görürsünüz burada? Yenə sayılmayan və tək isim. Bir daha deyirik ki, tək isim olmağı əsas şərt deyil. Çünki burada da var. Yanlışdır. Mütləq sayılmayan olmalıdır. A little time və little time. Və yaxud deyəcəksiniz, a little-ın deyin. Biraz, məsələn, musiqi. Biraz musiqi. Biraz musiqi. Bəli. Biraz musiqi. A little music. Bəli, a little music. İndi little-la deyirsiniz. Biraz, məsələn, meyvə. Little fruit. Bəli, little fruit. Bu qədər. Much, a little və little özündən sonra tək götürür, sayılmayan götürür. Variantlarda onlardan sonra cəm isim görsəz, dərhal atırsınız o variantı. Tək görsəz də baxın, sayılır yoxsa sayılmır. İndi a little-la little-ın fərqini burada izah edirəm, demişdim. Ən sadə nümunə. A little biraz, bəs eləyir, yetərlidir. Onu gətirməyə, almağa, götürməyə ehtiyac yoxdur. Əlimizdə hazır var, bəs eləyəcək bu. Little isə azdır, yetərsizdir, çatışmır. Ona almaq lazımdır. Məsələn, indi dərs keçmək üçün biz axşama qədər boşuq, axşama qədər kifayət qədər vaxtımız var, çox vaxtımız var. Yəni yetərlidir də. Ona a little deyəcəm. Az vaxtımız varsa, yetərsizdirsə, yəni biz bu çatdırmıyorsa little deyəcəm. Yəni çatdırmıram da vaxtım yoxdur. Və yaxud yemək bişirmək istəyirəm, ət lazımdır. Kifayət qədər varsa, yəni biraz varsa, yetərlidirsə bişirdiyim yeməyə a little meat deyəcəm. Yetərsizdirsə little meat deyəcəm. Bu qədər. Var idi buna aid sual, bu hissəyə aid. Xeyr. Bu isimlərlə qonşu mövzuda, belə deyim. Bunu eləmək üçün isimlərə təkrar etmək lazımdır ki, sayılan yaddan çıxsa yada düşsün. İndi onun tamamilə əksi. Many, çox-çoxlu, a few biraz, yenə a little kimi yetərli, few yetərsiz və several bir neçə kəmiyyət bildirən sözlərindən sonra hər zaman nə gəlir? Cəm və sayıla bilən. Cəmdirsə deməli, avtomatik o sayıla bilən isimdir. Bax, burada isə bu kəmiyyət bildirən sözlərdən sonra siz heç vaxt təkdə isim görə bilmərsiniz. Sayılmayan isim də görə bilmərsiniz. Mütləq cəmdə isim gəlməlidir. Məsələn, deyin, çoxlu kitablar. Many books. Bəli, many books. Deyin, zəhmət olmasa, kursor qoyduğumdan. Biraz, məsələn, tərəvəzlər. Tərəvəz nə deməkdir? Vegetable. A few vegetables. Few yox, a few vegetables. Bəli, bir neçə uşaqlar. Neçə uşaq? Several. Several yox, several. Eynən olmaz. Several? Several children. Several children. That's all, bu qədər. Bunlardan sonra bir daha təkrar edirəm. Sayıla bilən və dolayısıyla da təkdə cəmdə isim gəlir. Təkdə və sayılmayan isim gələ bilməz. Yenə a few-la few-nun fərqi yuxarıdakı kimidir.
A few bəs eləyəcək qədər də yetərlidir. Ürəyim yemək istəyir çoxlu alma. Soyuducunu açıram. Orada bəs qədər alma var. Yetərlidir. Açıram, sadəcə 2 alma var. Mən də yemək istəyirəm 5 alma. Deməli, yetərsiz də azdır. Var, alma var. 2 dənədir, 1 dənə deyil əsas odur. 2 dənədir. Amma yetərsizdir, mənə çatmayacaq o. Several isə bir neçədir, yəni o bilinmir sayı nə qədərdir. İndi buna aid sualınız varmı? Xeyr. Aha. Sonra, elə qrup var ki, Səid, həm sayıla bilən cəm isimlə, həm də sayıla bilməyən tək isimlə istifadə olunur. Yəni, bunu artıq tapmaq üçün testə baxmaq lazımdır, cümləyə baxmaq lazımdır, özündən sonra gələn sözə. A lot of, lots of, plenty of, çox-çoxlu deməkdir, sinonimdir. Bunlardan sonra sayılan cəm, çoxlu çiçəklər, güllər, kitablar və kitablar və sayılmayan tək, çoxlu kofe, çoxlu vaxt gəlir. Enough kifayət qədər deməkdir. Yəni, kifayət qədər kitablar və yaxud kifayət qədər pul. Yəni, bunu yuxarıdakılar kimi ayırmaq düzgün deyil. Ayırmırıq, yəni tək işlədinmi, cəm işlədinmi, sayılırmı, sayılmırmı? İkisi də ola bilər. Yetər ki, bax, sayılanların sonunda s olsun, ingilisinin qaydası var. İsim sayılırsa tək saxlamaq olmaz onu. Yəni, elotop, lotsop və s. varsa. Sayılmırsa təkdə qalsın. Yəni, bura coffee istəyə bilmərsən, time istəyə bilmərsən, money istəyə bilmərsən. Burada book deyə bilmərsən. Görürsən, hamısı s-ləndir. Sayılırsa cəmləyirsən, sayılmırsa təkdə qalır. Enough dedik, kifayət qədərdir. Enough isimdən əvvəl gəlir bu arada. Sifət mövzusunu keçəndə orada da başqa bir qayda var, çünki enough-la bağlı. İndən öyrənirik ki, birinci enough gəlir, sonra isim gəlir. More. More daha deməkdir. Məsələn, daha suallarda, yəni daha başqa suallarda, daha çox suallar bu mənada, daha çox vaxt, yəni əlavə vaxt kimi. More'dan sonra da cəm isim gəlirsə mütləq sayılan olmalıdır. Sayılmayan gəlirə təkdə olur. Bu qədər. Bir daha təkrarlayıram. Ana qayda olaraq much, a little, little sayılmayan tək isim. Many, a few, several sayılan cəm isim. Baxın, sayılırsa o demək deyil, bu elə təkdə də ola bilər. Mütləq cəm də olmalıdır. Sayılmayan tək, sayılan cəm, yəni hər bir şeylə istifadə olunan a lot of, lots of, plenty of sinonimlərdir. Bunlar və enough-la more. Belə. Baxın, Bir söz deyirəm. bəli, deyə bilərsiniz. Bu a-fiv var. Bəli. Bu cəmli deyil. Deməli, burada a-article da. Ona aid deyil. Onu mən ən əvvəl ismi keçəndə də demişdik. Burada izahımda da demişdim keçən dəfə. O few'nun kökünün özüdür. Yəni o qaydanın özüdür. Kəmiyyət bildirən sözün saf forması, yəni necə deyək? Əsas özəyi odur, a few'dur. Few'da düzdür, s yoxdur. A few'da var. Little'da da həmçinin. Onun bir fərqi yoxdur. Yəni o demək deyil ki, bu isim təkdə olmalıdır. Kəmiyyət bildirən sözdür. Çünki tərcüməsi biraz deməkdir. A few sözün özünün tərcüməsi biraz deməkdir ona görə. Aha. Və burada elə onu yazıb Səid yenidən ki, a lot of-dan sonra eləcə bax, yəni bu beşlikdən söhbət gedir də. Bundan sonra gələn sayıla bilən isim mütləq cəmlənməlidir. A lot of books, a lot of book olmaz. Lots of books, lots of book olmaz. Mütləq cəmlənməlidir. Heç bir kəmiyyət bildirən sözdən sonra sayılan tək isim işlənməz. Yəni, isim sayılırsa 100% cəmlənməlidir. Qayda belədir. Sonra, bura xüsusi diqqət yetir, zəhmət olmasa. Bu nə deməkdir? Deyir ki, burada a lot of, bax yenə, bunun kökü a lot of-dur. Bu kəmiyyət bildirən sözün kökü a lot of-dur. Çoxlu kitablarda yəni a lot of books olur. Yəni, bizim ixtiyarımız yoxdur ki, of-u buradan çıxarıb book-u birləşdirin bura. Nə görürsən? A lot of. Ayırmaq olmaz. Elə a lot of books olaraq da qalmalıdır. Ayırsan səhvdir və bunu testlərdə çox görəcəksiniz. Yəni a lot books yazacaq. Aynı testi işləyirik. Bəzən biz də elə testi tez-tez yoxlayırıq, heç ona baxmırıq ki, arada of yoxdur axı. Of olmalıdır. Əgər lot tək qalsa Səid, of yoxdursa yanında, artıq bu zərfə gedir. Zərf olacaq. Məsələn, biz deyirik, sən çox yaxşı danışırsan, o çox yaxşı maşın sürür, nə tərzdə? Burada da eyni şeydir. She reads a lot, yəni o çox oxuyur. Çoxlu oxuyur. Daha demir, çoxlu nəsə oxuyur. Çoxlu kitab oxuyur desə olacaq. She reads. Bunu düşürdürəm bura.
A lot of books. Amma bizə nə deyir? Deyir, she reads a lot. She reads a lot of artıq səhvdir. Çünki a lot of-dan sonra sözünə olduğu üçün isim gəlməlidir. Aydındır bu hissə sizə. Bəli. Bəs müəllim little var. Bəli, bəli. O dedi ki, təkdə işlənirdi. Bəs little book niyə səhvdir? Niyə səhvdir? Bəs bayaqdan nə deyirəm mən? Bura nə yazmışıq? Sayılmayan isim olmalıdır. Bax, dəfələrlə hər quant farsı vurğuladım. O sizi çaşdırmasın. Mən ona görə mütləq deyirəm. Tək olmağı bir şey deyil. Sayılmamalıdır. İngilis dilini yenə təkrarlayıram. Qaydası budur ki, elə bir vurma cədvəlindən kənara çıxa bilirsiniz? Yox. Qayda budur ki, isim sayılırsa, bax burada yazılıb, sayılırsa cəmlənməlidir. Sayılırsa təkdə qala bilmir. Söhbət kəmət bildirənlərdən gedir, ha. Təbii ki, ingilis bir kitab deyir, cəmlənməz ki burada. Amma kəmiyyət bildirirsə, sən onu saymalısan. Axı burada hamısı cəmdir, baxın da, cəmdir hamısı. Cəmdir. Hə, sayılmırsa, o qayda belədir ki, təkdə qalmalıdır. O da ismin qaydasıdır. Belə. Sonra a little, a few-nun təkrarən eyni şeydir, yəni burada izah eləyib. Baxın, burada yazıb. Artikelinin olması, onlardan sonra gələn ismin təkcəm olması təsiri yoxdur. İzah elədim a little-ın, a few-nun fərqi nədir? Sonra Səid, biz nəyə bilməliyik? Little və few, yox, aza bərabərdir də. İndi onlar bir qədər artıq neqativ mənada olduğu üçün, biri var deyirəm, mənim yetərli vaxtım var, çox vaxtım var, yetərli məndə alma var. Biri də var deyirəm, azdır, yəni demək olar ki, bəs eləməyəcək, çatmayacaq, kifayət qədər yoxdur bizdə. Neqativ mənaya gəldiyi üçün onları inkar cümlədə istifadə eləmək olmaz. Yəni, we haven't got, have not got bu, inkar cümlədir. Burada little olmaz. Və yaxud we have not got few bananas deyə bilmərəm. Onun yerinə much və yaxud many deyəcəm. İrəliyən dərslərdə də öyrənəcəyik ki, muchla many inkar cümlələrdə istifadə olunur. Burada da inkarda istifadə olunur. Yəni little-la few-nu no kimi qəbul edirəm. Bunu əzbər bilmək lazımdır. Bu da başqa dərslərdə lazım olacaq. Little-la few-nu inkarda istifadə etmirəm. Belə. Onda bu dərs əslində azdır. Burada neredeyse heç nə qalmayıb. Amma hamısını verməyəcəm. Gəlin elə burada saxlayaq. Hə. Bu səhifədə saxlayırıq. Oldu mu? Zəhmət olmasa burada heç nə yoxdur. Bircə səhifə qaydadır. Bunu oxuyun. Əzbər öyrənin. Sayılmayan tək, sayılan cəmlər və s. necə istifadə olunur ki, gələn dəfədə little xırda qaydalar var, onu deyəcəm. Only-ni, verini, to-nu keçək, bitirək bununla da. Sualınız var? Aha. Yəni varsa yenə də soruşun. İzahıma da bir də baxın. İzahım bundan qat-qat gözəldir. Qat-qat asandır. Eyni şeydir, yəni yenə adam izah edir. Amma biri var rahat başla, aydın-aydın, yavaş-yavaş baxarsınız, videonu dayandırırsınız. Bir də var dərsdə deyirəm, gedir. Ona da baxarsınız. Tapmasanız deyin linkini bir də atın. Sözlər. Bir səhifə söz vermişəm həmişə kimi. Hazırsınız? Bəli. Onun kitabını götürün. Öndə. 149 idi bizdə. Necə? Səhifə 249 idi. Aha. Bu kadar çok söz var burada. Hı. Başlayalım. Giyinmek, takmak. Wear. Wear, bəli. Giyinmek yani paltar giyinmek mənasında. Saat takmak mənasında ola bilər. Eynək takmak da ola bilər. Yadda saxlayın, testə düşsə, glassesdir, eynək. Watch saatdir. Blouse da giyimdir, paltar, dress. Bunlar giyməkdir. Seçim. Seçim choose it da. Choose seçməkdir. Seçim nədir isim? Cheese. Yox, cheese peyniri. Cheese pendirdir. Oxşuyur, yaxınlaşırsınız. Choice. Hə. Choice. Paltar. Clothing. Nice. Pencək. Jacket. Paltar. Jacket. Şalvar, şalvar. Bəli, pants da var, trousers da var. Short. Short.
Eşidirsiz məni? Müəllimə, Bəli, bəli, eşidirsiz məni? internetim getmişdi, eşitmədim. Hə, short, Shorts, ayaqqabı. ayaqqabı. Bəli, Ayaqqabı, shoe. shoe. Enli və uzun üst köynəyi, köynəyi. E, su, şey, Səsiniz çox pis qırılır sizin. yadıma çıxdı. Səsiniz zəifdir. Sweatshirt, sweatshirt. Qısa qol köynək. E, T-shirt, T-shirt, ö oxunur, t-shirt. Moda, dəb, tərz, üslub, fashion, axtarmaq, axtarış. search, İdman ayaqqabısı. e, snakes, Snake Landı. Yox, bu bir şokolad var, ona da oxşuyur. Onun adına da oxşuyur. Hətta odur da elə, hə, hə, odur. Sneakers. ha, Görmüsünüz, idman ayaqqabılarının bir neçə növü var da. İndi bilmirəm, ondan geyinilir çox yox belə. Nazik idman ayaqqabılar olur, nam nazik. Almaq, buy, ticarət mərkəzi, mall, görünmək, həm də baxmaqdır look, bu. Ay, su. Köynək, shirt, şirt yox, şöt, ö oxunur o, düz oxuyun, şöt, şlyapa, 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 bəli. Hət, e, şlyapa, hət, eynək, hə, eynək, glass, hı hı. Boz, necə? boz rəng, White, boz rəng, grey, white ağdır, aksesuar, accessory, aksesuarı, idman zalı, gymnastik, jimnastik, gym, deyə bilərik, gimnaziyum, biraz, a bit, hı hı. Üstün tutmaq, e, prefer, hə, prefer, əks etdirmək, reflect, reflect, gətirmək, gətirmək, bring, bring, soyuq, e, winter, yox, cold, soyuq, cold, winter nə deməkdir? qış, Hı hı. Yes, qum, necə? qum, Qul, qum, səhrada qum olur, qul, yes, qum, hı hı. Qum nə oldu? Aha da deyirəm, sand, sand, hə, Səid, qum sözü sayılır sizcə? Sand, xeyr, sayılmır. sayılmır, düzdür, sayılmır. Sonra, bir dəqiqə, qorumaq, Qorumaq, hı hı. protect, Protective də var. Səhra, səhra, desert, desert, əla. Yaxşıdır, bax, sözləri belə yaxşı ki, tək-tək götürdük. İndi ən azından bilmədiyiniz daha az çıxır. Götürürsünüz zəhmət olmasa 250-ni yazacağım amma. Mən dərsdən çıxanda yazacağım. Yəni bir səhifə yenə. Aha, indi keçək testlərə. Açın artiklı birinci zəhmət olmasa.
Şey artikılı, üst artikıldan ancaq testimiz. 9-cu sinifdən olan artikılı açaq. Onu dedim ki səhvləri işləyin özünüz. Bacarmasız nos izah eləyəcəm. Bir də 60-a çatdırın demişdim. Cəmi 20 dənə deyəsən. Yoxsa 40 dənə də bilmirəm. 20 dənə idi məncə. Hə, yazmısınız onu? Bəli, yazmışam. Hə, gəl onda kitabı mən də açım. Bir yerdə bax. Belə eləyirik. Mən birinci ə, 20 dənə son yazdığınız 20 dənəni oxuyuram, yoxlayın. Sonra sıfırdan başlayaq, çıxan səhvlərinizi deyin. Hansı sizi maraqlandırırsa. Deməli, 41B, 42B, 43A, 44A, 45A, 46B, 47-48A, 49B, 50D, 51Y, 52D, 53Y, 54D, 3 dənə A, 58B, 59C, 60 isə A olacaq. İndi mən gətirmişəm başa. Sizin hansı sualınız varsa buyurun verin. 60 sualın içərisində. Biz 14-ə kimi işlərini qurtarmışdıq. Yoxsa Səhvlərə 11-ə kimi? baxmağı, səhvlərə Hə, baxmaq. Aha. Mənim siz evə nəyə verdim? Yazmışdım. Çıxan səhvləri eləməmisiniz təzədən bir də. Baxmamısınız? eləyə bilmədim. Niyəsə artikelda niyə belə çətinliyiniz var ki? Yaxşı, gəlin bir yerdə baxaq. Usta bir yerdə baxırıq. Nəysə. Təkrar götürəcəyik onda bir də. Buyur. biz 11 eləmişdik, 14-də qalmışdıq. Aha. Baxın. 14-də nə yazmısınız? 14E. E yazmısınız. Aha. Baxın. Xahiş edirəm, bu əzbərdir də. Yəni artikeldə əzbərdir. Buna mən nə deyim? Ölkələrlə artikel gəlmir, amma United States-də D var. Bəli, var. Hungary, Macarıstan ölkədir. Siz coğrafi obyektləri götürün o kitabı öyrənin. O soruşmuşdum deyəcəyim, yadımdan soruşmadım heç. Testi bitirək, bir vaxt qalsa soruşacağım bunları mən sizdən. Bir dəqiqə gözləyin. Coğrafiya keçəcəyik sizdən. Hungary ölkədir, Macarıstandır. Baxın, heç olmasa tərcümə edin də ölkənin adını bilmirsiniz, yazıb she lives in. Adam harda yaşayar? Yəqin bir ölkədə yaşayar da. Böyüklə yazılır, deməli xüsusi isimdir. Macarıstandır bu. Macarıstandan artikel ola bilər ölkə ilə. Xeyr. Xeyr, istisnalarda yox idi. Ukrayna, Niderland kimi yox idi. Deməli doğru cavab olacaq D, D variantı. D nəymiş? D yəni boşluq. D variantı. Növbəti 17. 17. Xahiş edirəm, cavabı da deyin. Tam təkrar soruşmayım, izah edin. Görün nəyi səhv eləmisiniz. A. A. Okey. Nisbət. Bax, yenə. İkinci sənə düz yazmısınız. Qıta materik bundan yəni olmur. Amma Seyid, yadda saxlayın bunu. Sayılan isim ingilis dilində tək qala bilməz. Sayılır mı yer? Bəli, il sözü sayılır. Onun yanında mütləq artiklını istifadə edin. Onsuz olmaz. Nə səbəbə bura artikel yazmamısınız? Harda deyilib ki, sayılan isimdən artikel istifadə eləmə? O deyir, Asiyada bir il işləyərək keçirdi. Bir il, neçə il? A year yəni bir il deməkdir. One year demir, a year deyir. Növbəti 19. nə yazmış? Cavabı da deyin. Nə B. yazmışsınız? D, B. 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 Aha. Deməli, yenə bax, eyni şey eləyir sizə. Drink sözü, favorite drinks təkdə olduğu üçün, sayıldığı üçün, bəli, burada içmək deyil, isim kimi gedir. E artiklını yazın yanında. Olmaz yazmasaq. Bir də ki, biz demişdik biz. Çay burada ümumiyyətlə deyilir ki, İngiltərədə favorite, yəni sevimli içki növüdür. Ümumiyyətlə danışanda nədənsə artikel olmurdu. Dediyə məsələn, mən gülləri sevirəm. Və yaxud süd içmək insan sağlamlığı üçün faydalıdır. Burada söhbət konkret süddən getmir, ümumiyyətlə süddən söhbət gedir. Ümumiyyətlə çaydan söhbət gedir. Ona görə də artikel gəlməz. İkinci sırada artikel mütləq olmalıdır. Növbəti 20. 20. Deyirsə, bunu Səyid, xahiş edirəm, yazdığınız cavabı da deyin, təkrarən onu da soruşmayaq, vaxt itirməyək, enerjimiz gedir.
Hə, 20 D. D Aha. düzdür. D, hə də düzdür, bəli. 26. Aha, nə yazmısınız? D. Nə yazmısınız? Hə. Niyə ölkə ilə artikl istifadə eləmisiniz ki? New Zealandda niyə artikl istifadə eləmisiniz? Olmaz. Ölkələrlə artikl olmur. Olmur. Qalır ikisi. Burada da okean su hövzəsi olduğu üçün D olur. C variantı. Mənə bir şey soruşa bilərəm. Bəli. O yazılımın Yeni Zelandiyada. New Zealand, Yeni Zelandiya. Yeni Zelandiya. Mənim Hə. orada Yeni Zelandiyanın ayrı yazılmıyor. Yazılıb, yazılmağını. Coğrafiyada, dünyada belə bir ölkə var, adı Yeni Zelandiya. Eşitmişsiniz də yəqin. Var. Hə, müddətçi oldu. Bu ölkə adıdır bu. Nə olsun orada yeni? İstəyir nə olur olsun orada. Ölkə adıdır, xüsusi isimdir, xüsusi. Özü Zeland sözü yoxdur. New Zealand bir yerdədir. Siz lazım olan yerdə yazmışsınız, gəlib elə bir ölkəni tutmusunuz ki, hardan da bilmirsiniz ki, orada elə olmalıdır. Yox, yazmırıq. Ölkə bütövaddır. Növbəti. 30 E. Bax, konkret səhv deyil. Sayılmayan D çıxan oldu. artikli olar. Bunlar olmaz. Qalır digər üç variant. Yəni, apple da olmaz. Çünki an apple deyə bilərəm ən pis halda. Amma demək, baxıram bura görə nə yazmalıyam? I sometimes have milk and an apple for breakfast. Ümumiyyətlə söhbət gedir. Səid, ümumiyyətlə süd içir bu adam səhərlər. Ona görə də burada heç bir artikl olmaz. D artiklı verə bilmirəm. Apple-da dedim axı, sayılan tək isim ingilis dilində həmişə an artiklı götürür, tək qala bilməz. Ona görə də olur D variantı. I sometimes have milk and an apple for breakfast. Növbəti. 36 D. 6. Amma səhvlərim biraz az. Necə? Amma səhvlərim biraz az çıxıb. Harda? Burada mı? Baxın, daha bax görün, kar səhviniz çox çıxardı, amma bunu səhv eləməzdiniz. Madridlə, şəhər adı ilə. Madriddə işlərsiniz, özü də futbol şəhəridir məncə o. Yox, İspaniyada. Bəs onu necə bilirsiniz? Madrid şəhərdir. Şəhərdən artikl olur? Olmur. Brownlarla artikl var, soyadıdır, bəli. Madriddə olmur. Gör nə asan qaydar. Vallahi bu artiklların asan heç yoxdur ya. Qayda yoxdur burada. Bir dənə yadında saxlarım ki, şəhərlə ölkənin artikl olmur, bitdi. Next növbəti. 40 E. 40. The Black Sea by boat. D yoxsa Y dediniz, eşitmədim. E. E düzdür. Düzdür. Bəli, boatla heç nə gəlmir. Black Sea-də də D olur. Düzdür. 44. Nə yazmışsınız? 44 E. Tək tərsinə yazmısınız Səid. Tək zirvə ilə, tək adla heç bir artikl gəlmir. Everest bir dənədir. Bəs mən dedim axı sizə sözün sonunda S görəndə dağ adı tanımırsınız siz. Tanımırsınız eyb yox. Canınız sağ olsun. Öyrənin. Amma The Alps var məsələn. S-la bitib D olur. Mount Everest bir dənədir. D olmur. Plusda ki D burada olur. Nə demişdik? Üstünlük dərəcəsi sözü var burada. Ha, yes. Est olanda D olmalıdır. Next sonraki. 49 E. Aha, baxıram indi 49-a. Deməli, aha. Bəli. Bax, yenə eyni şey eləmişsiniz. Ola bilməz, bir testin iki dənə belə eyni cavabı ola. Olmaz. Musiqi, keçən dəfə özünüz demişdiniz bunu, niyə səhv yazmısınız? Musiqi alətlərlə ifa etmək olanda D olur. To play the piano. Amma futbol oynamaq, oyun oynamaq, nəsə bir şey oynamaq, şahmat oynamaq, domino, bunlarla D olmur. Deməli, belə çıxır ki, sayılan sərməsilər yaddan çıxıb da bizdə. Bunlarla artikl gəlməz. Oyunlarla. Musiqi alətindən D artiklı gələr. İki dənə eyni variantı götürməyin. Belə şey götürməyin.
Səhvdir o, çaşdırıcıdır. Sonra 55. B 50. variantı. To tell a lie. Bak görürsünüz öyrənmirsiniz deyə. Siz o frazaları öyrənmədiniz də. Hə, mən başa düşmürəm. Niyə öyrənmirsiniz? Seyid? Niyə belə edirsiniz? Qayda haqqında ikinci hissənin partdan açıb artikeldən onu da soruşacağım sizdən. Belə olmaz. To tell a lie, bəli. Amma to tell the truth-dur. Öyrənmiş olsa cavab verərsiniz buna. Bu qədər çətin olmamalıdır. Bunu biz niyə yaxşı siz deyin, onda mən bir şey edeyim. Necə öyrənməyə düşünürsünüz bunları? Dərsdən qayıdan kimi soruşacağım indi. To tell a lie, to tell the truth olmalıdır. Qəbulda bax getdiniz bu düşdü. Neyniyəsiniz? Bir sual düşür də hər mövzudan. E Digər gəldi bu yazacağım. düşdü. Nə? E yazacağım. Ha, amma B yazmısınız axı indi. Gedib yenə niyə yazırsınız? To tell the lie deyil. Görürsünüz yenə səhv deyirsiniz. To tell a lie, qulaq asmırsınız mənə Cavab deyəndə. E, cavab E yox, artikel E deyirəm. Hansına məsələn? Artiklın hansına? Siz onsuz eyni düz yazmışsınız da. A Article. variantı. Bəli, to tell a lie, to tell the truth. Diqqətli olun. Next. 59 B. 59. An internet started in the USA. Deməli, yəni internet olmaz, the internet. Yəni interneti ümumi bəhs eləyir. İnternetdən bir ümumi anlayış kimi bəhs eləyir. In the USA hissəsi doğrudur. Ona görə C variantı olacaq. Tək unit kimi götürürük də. Sonra? Sardı. Aha. İndi bizim vaxtımıza 1 dəqiqə falan qalıb. Neçədə? 60-dasınız da. Bunu başlayın elə indidən, bu dəqiqədən başlayın. Fasilədən, yəni bu recordinqin qaydana qədər işləyin. Qaydanda başlayacaq yoxlamağa. Bir də bizdə qalır Nərgiz Nəcəfdən 3 sınaq demişdim, düzdür? 4 dənə daha doğrusu. Bəli. Qaydanda yoxlayarıq. İndi başlayın bunu işləməyə. Aha. Baxın. Konkretlik var, dəqiqlik var. Red bike I bought is broken. Aldığım, mən aldığım deməli velosiped, qırmızı velosiped qırılıb xarab olub. Deməli burada Səid konkretlik var da, müəyyəndir ki, artıq söhbət hansı deməli velosipeddən gedir. Mənim alan velosiped, qırmızı velosiped. Onda orada D olur. Çünki D nə artiklıdır? Müəyyənlik artiklıdır. The red bike I bought is broken. I want to buy a new one. Yəni bir başqa digərini almaq istəyirəm. New one olanda, daha doğrusu burada one olanda qarşısında sayılan isimdirsə, təklədirsə, olmalıdır. One burada bilirsizmi nəyi göstərir? Bike'ı göstərir. Bike da təkrar edirəm, sayılan və təkdə olduğu üçün burada mütləq olmalıdır. New one. Next. 69. Buna nə yazmışsınız? A. Düzdür. 78. 78. Buna nə yazmışsınız? B. B. Very interesting. Bax belə çıxır ki, yenə deyirəm, bu sayılmayan isimlər yaddan çıxıb. Music'ın qarşısında artiklı olar heç. Music sayılmır. Bura siz necə artiklı yazırsınız? Mümkün deyil axı. Interested in something burada boşluq olmalıdır. To be interested in something. Heç bir şey yaza bilmərik. Olmaz. Bomboş. Yəni tirə. Play the guitar bəli. Musiqi alətləri deyilən olacaq. Y variantı.
Növbəti 84. 80. Aha, dəqiqə. Tomatoes were first brought to Europe. Europe'dan heç bir artikel istifadə oluna bilməz. Avropa olduğu üçün. From Central America. Eyni şeydə yenə materik qıta adları ilə biz heç bir artikel istifadə edə bilmirik. Boşluq B variantı. Mərkəzi Amerikadır bu. Bu da Avropadır. Ona görə. Sonra 88. there is nə yazmışsın ona? E variantı. Yox, estağfurullah, C variantı. Bir dəqiqə. There. There is in the museum düz yazmısınız. Hə, amma yenə baxın, sayılan isimdir, təkdədir. Mütləq en artiklı olmalıdır. Bu artiklın olmamağı o deməkdir ki, deməli bu isim ya cəmdir, cəmdir bu isim. Deyil. Ya da bu isim sayılmayandır. Sayılmayandır. Değil. Collection sayılan isimdir. Ona görə də biz burada en və D-ni götürməliyik. D variantı. Tutardı. Aha. Yaxşı, qalana ehtiyac yoxdur artıq. İndi keçək o 250-ni yoxlamağa. Mənim birinci günləri qayda və tapşırıqlar olacaq, hə? Birinci gün deyəcəm mən sizə. Böyük ehtimalla, amma yenə də deyəcəm. Aha, indi yoxlayırıq 1, 2, 3, 4-cü sınaqları. Bu artikeldir, hə. Quantifier səhlə dəymirik. Dəqiqə. Artikel. Yox, burada sınaq 1, 2, 3 deyildi. Siz bunu yaza bilmisiniz nömrə ilə artikelda. Mən səhv demişəm. Bilmirəm neçənci sınaqdır indi bu kitabla. Bir dəqiqə. Siz sınaq neçəni yazmısınız? Deyin, oradan başlayaq da. Siz dediklərdir. Bildimi? Artikel bölməsindən yazmısınız. Hə. Deməli, sınaq 20-ni yazmısınız da, onda belə çıxır. Hə, sınaq 21, sınaq 22, sınaq 23, sınaq 24. 20, 21, 22, 23, 24. Yox, 5 dənə yaz. 20-ni yazmısınız mı? Tamam, o deyin ki, oradan başlayaq. Hayır, 20 yox, 21 yazmışam. Hə, mən kitaba soruşdum sözünüzü. Elə bilmişəm hər bölmədə ayrıdır, yadımdan çıxıb. Yaxşı, 20 onda qalıbsa qeyd edirəm, yazdıraram. 20-dən başlayaq. Elə bir ki, nə yazmışam? 21, 22, 23. Axı mən 4 sınaq demişdim sizə, Səyid. Kəsmə eləməyəsən, nə vermişəm onu yazın. Mən yenə deyirəm, elə bir yadımda qalıb ki, bu kitabda hər bölmədə yenidən sınaq başlayır. Heç olmasa 4 dənə, 4-cü yazarcısı. Eyb yox, yaxşı. 21, 22, 23 bildim. 21-də 1A, 2A, 3Y, 4C, 5D, 6 deməli B, 6B, 7D, 8B, 9A, 10B, 11D, 12D, 13Y, 14B, 15B, 16Y, 17A, 18Y, 19B, 20 isə Y. Aha. Növbəti 22. 1B, 2 1B, 2C, 3Y, 4Y, 5A, 6D, 7D, 8B, 8A, sorry. 9D, 10Y, 11B, 12D, 13Y, 14A, 15C, 16D, 17C, 18Y, 19A, 20'de C. Sınaq 23'te ise 1A, 2C, 3A, 4B, 5-6C, 7-8B, 9A, 10A, 11C, 12D, 13B, 2 tane C, sonra 16Y, 17A, 2 tane B ve 20D. Başlayayım səfərdən. Bəli. 20'ni keçin bir dəqiqə. Buyurun. 7. 21'de 7.
Aha. E, yazdığınız variantı deyin. Biz. E variantı. E variantı. Bir dakika. Bəli. Desanı bildik. Aha. Yine bakın eləməyim səhv. Xahiş edirəm. Bax başa saldım bir daha. Sayılan tək isim gördünüzsə article yazın. Siz yazmamanız o deməkdir ki, bu isim ya cəmdədir ya da sayılmır. Amma house sözü ikisi də deyil, təkdədir və sayılır. Bəs başa düşmürəm. Nile, Nil çayı niyə ondan D yazmamısınız? Çaydır da, sudur. D, E, D. Diqqətli olun, bu Nil çayıdır. D variantı. Buyurun növbəti. 13. 13. Ha, nə yazmısınız buna? E variantı. E variantı. E, Ee, E. D. Bəli. Çox səhv eləmisiniz də yəni. The United States bəli D iləndir. Bəs D-də axı Səid, sifətin üstünlük dərəcəsində most olanda D olur. Sifətlərə bunu qayıdıb keçində səhv eləsəz, artıq da bilmirəm necə düzəldə bilərik bunu. Mostu gördünüzsə D yazın, sifət varsa yanında. Mississippi çay adıdır, Mississippi çayı, Mississippi gölü, nə etsə. Su hövzəsidir yəni. Ona görə də D olur orada. Əzbərləyin bu adları. Nile, Mississippi, Black Sea, Pacific Ocean. D olur onlarla. D, D, D. Y variantı. Bəli. 18. 18. Ne yazmışsınız? B. Bir. Bakın dil olanda bir xahiş edirəm diqqət edin də. Dil olanda niye burada D olsun ki? The Spanish language olardı. Language sözü yoxdursa deməli bu dildir və D ola bilməz. D olanda İspanyollar olur. İspanyollar danışılmır. İspan dili danışılır. Spanish is spoken in Spain. Boşluq, Latin American boşluq. Y variantı olacaq. Növbəti. Qurtardı. Bundan bitti. 22. 5. Siz niye səhvlərinizi yazdığınızda demirsiniz ki, mən ona uyğun bilmək istəyirəm. Nə yazmışsınız? Onun üstündən gelin. Nə yazmışsınız bura? A. 5'te A düzdür. İngiltere'den hiçbir ülke A article olmur. İngilizce'den de article olmur çünkü dildir. Düzdür. 9. 9'a ne yazmışsınız? 9. E. D'ni düz yazmışsınız. E'ni de düz yazmışsınız. The world's D olmalıdır. The world's longest international bir tane hesap edirsiniz. D düzdür. Burada boşluq olmalıdır bəli. Bir de burada D olmalıdır. The world's longest dünyanın en uzun. D variantıyla. Növbəti 15. E. 11. The Mississippi River it starts from 15'leri D yazmışsınız. D'ye bakın. D dediniz mi? Xeyr. E. Ah sorry. Birinci sene düz yazmışsınız. Aha lake. Lake sözü varsa D artikılı gelmirdi. Gene tekte olsun. Lake sözü olanda niye orada D yazaq ki? Tekte olanda olardı bəli. Və Northern Minnesota yer adı olduğu üçün Şimali Minnesota ştat adıdır. Ştat Amerikada. Northern sözünü görüb orada tələsib yazmaq lazım deyil. Yazmamışsınız düz amma yenə də C variantı olacaq burada. D çaydır. Boşluq olmalıdır. Lake sözü var deyə. Ştatda boşluqdur. Bəli, növbəti. 19. Biz oxuya bilmirik axı. Dəqiqə. 16, 17, 18, 19. Ha, 19'a nə yazmışsınız? B variantı. Ay Allah, hamısıdır. Səyid, ölkələri tanıyırsınız da. Belə səhv Bəli. eləməyək də. Bəs Fransada ondan da article gəlməz. Germany Almaniyada article gəlməz. Sonra neydi bu? Britaniya ondan article gəlməz. Bir dənə də USA ilə istisna adı gəlir. Hamısına götürüb D yazmışsınız. Qaydanın üstünə xətt çəkmişsiniz deməli başda. Ölkələrlə D olmur istisnalardan başqa. Bütün variantları atırıq. Bu da hətta getdi. Bu da getdi. Qaldı A variantı. Bir dənə də USA-də var. Növbəti. 6. Aha. She grew up in Spain.
İspaniya ölkə adıdır deyə burada heç bir artikel yoxdur. Beləliklə onun birinci dili Spanish. İspan dil sözü yoxdur deyə burada da boşluq olacaq. D olsa onda İspan xalqı olur, İspan milləti olur. Növbəti. 11. Bir dəqiqə üzr istəyirəm, gözlüyüm. Bunu mən tərəfə taxmalıyam. Dəqiqə. Aha, bəli. 11 dediniz. Bəli, bəli. Bir dəqiqə. 11. Mary speaks. Deməli, şunlar. Mary speaks French. Səyid heç bir article olmur. Çünki language sözü yoxdur yanında. Fransız dili deyir. İkincidə də France ölkə olduğu üçün Fransa deməkdir bilirik. Heç bir article gəlmir. İstisnalarda yoxdur ki, onunla article gəlsin. Deməli, boşluq, C variantı. Sonra 16. 16. There are deməli similar words, yəni similar oxşar deməkdir. Bu heç bir deradan sonra biz ümumiyyətlə keçmişdik ki, D artiklı və en artiklı bunlar gəlməz. There are similar words in many languages. For example, in French and Italian. Yenə iki dənə dil olduğu üçün, yanında da language sözü olmadığı üçün heç bir şey gəlmir. 3 dənə boşluq. Y variantı. Növbəti 19. 19. 19'da isə English are proud of their history. Aha, burada İngilis xalqından söhbət gedir. İngilis dili tarixlə fəxr eləyə bilməz. İngilislər fəxr eləyir. English are proud of, yəni the English. Once, deməli deyir bir dəfə İngilis adam. Orada Englishman deyirsə bu İngilis adamdır. An Englishman bir nəfər olduğu üçün an article olmalıdır. Told us about the history of England. England ölkə olduğu üçün D of D ilə qarışdırmırıq, D-ni yazmırıq. Yəni bir daha deyirəm, The English milliyyəti bildirdi, an təkliyini bildirdi, boşluqda ölkə olduğunu bildirdi. Doğru cavab B variantı. Başqa? Bitdi, hə? Okay. İndi elə bilirəm ki, 10 dəqiqə vaxtımız qalacaq. İstəyirəm o 10 dəqiqə vaxt içində bir listing eləyək. Listinglərinizi açın, zəhmət olmasa. O sizdə olan 8-ci listinqi tapın. Mən buradan da açmağa çalışacağım. Səkizincini 8-də qalmışdıq səhv etmirəmsə, hə? 7 deyildi, 8 idi. Kitabı tapa bilmirəm alacaq. Gözümün qarşısında hardadır bu? Siz ekrandan görə bilirsiniz kitabı. Niyə görmürəm? Hə. Tapdım. sizin qoşmanızı etirafını basmışam. Hə, eyb yox, qoy ekranda da olsun. Yəni mən özüm də baxam, problem deyil. Aha. Tanış olun suallarla. Bir sualınız varsa indi mən açana qədər hazırlayın. Sözlərə bir baxın. 100 83. Hə. Onu kimi Yəni bax. 3 dənə deyir. Mən hələ açmamışam. Görürsən, ona görə də açmaq lazımdır ki, mən özüm də görüm. Bir dəqiqə. 3-də tapıram indi. 7 və 8. Üçüncü sualda the creation of the thunder, yəni ildırım. Thunder ildırım şimşək çaxmasıdır. Onun deməli düzgün ardıcıllığı. Bu biraz çətin görünür. Dinləyib diqqətlə deyilən cümlələri ardıcıl tutmaq lazımdır. O şimşəyin, o buludun, o çaxmağın necə yaranmağını soruşur. Hə, baxın mən buradan da listingi də açım.
Sualınız olan başka bir şey varsa yine deyin ona kimi. Maybe açıq Buyurun. sualda. Hə, wind küləkdir. Windi təsvir edici söz tapacaqsınız. Qalan da həmişə kimidir. Hardadır bu? Hazır sizə qoşuram. Başlayaq. 8. Listen to the passage and answer questions 1 to 6. Thunderstorms are a common weather disturbance. They are usually violent and short-lived. They include thick clouds, heavy rain, lightning, thunder, and strong winds. Thunderstorms start with lots of dark, heavy-looking clouds in the sky. Then lightning develops inside the clouds. As the lightning heats the air, it causes the thunder. Thunderstorms can happen year-round and at any hours. They occur in almost every region of the world. However, they are rare in the regions around the North Pole and the South Pole. There are about 1,800 thunderstorms that happen on our planet every day. Some thunderstorms are so strong that they can produce tornadoes. There are some safety instructions about thunderstorms. Don't forget that a thunderstorm is lightning. Lightning is a bolt of electricity. It can kill or seriously injure a person, so it's important to stay away from trees because lightning strikes the tallest objects. People are safer inside a building or a car. Don't use electric equipment, don't take a shower, and stay away from windows and doors during that time. If the lightning struck anybody, call for help. Hı hı. Bir dəfə Listening 8. də dinləyirik. Listen to the passage and answer questions 1 to 6. Thunderstorms are a common weather disturbance. They are usually violent and short-lived. They include thick clouds, heavy rain, lightning, thunder, and strong winds. Thunderstorms start with lots of dark, heavy-looking clouds in the sky. Then lightning develops inside the clouds. As the lightning heats the air, it causes the thunder. Thunderstorms can happen year-round and at any hours. They occur in almost every region of the world. However, they are rare in the regions around the North Pole and the South Pole. There are about 1,800 thunderstorms that happen on our planet every day. Some thunderstorms are so strong that they can produce tornadoes. There are some safety instructions about thunderstorms. Don't forget that a thunderstorm is lightning. Lightning is a bolt of electricity. It can kill or seriously injure a person, so it's important to stay away from trees because lightning strikes the tallest objects. People are safer inside a building or a car. Don't use electric equipment, don't take a shower, and stay away from windows and doors during that time. If the lightning struck anybody, call for help. Listening now. Aha. İndi yoxlamaq vaxtıdır. Bir dəqiqə. Buyurun, deməli, listening 8-də 1 C, 2 C, 3 Y, 4 B, 5 A, 6 isə strong, güclü. Strong, güclü. Deyim sən. Bəli, bəli.
Bir. 1. A. Birinci dəfə bu sualı səhv yazırsınız. Bax, deyir. What's the passage mainly about? Mətin nə haqqındadır? Baxaq. How thunderstorm deməli, there starts. Burada ümumiyyətlə yəni thunderstorm bu arada göy gürültülü fırtınalı havadır. Yəni gürültü də var, şimşək də var, yağış da var. Onun necə başlamağından danışırdı, amma ümumiyyətlə o haqqda deyil. The causes of thunderstorms onun səbəblərindən danışılır, lakin əsasən o haqqda deyil. A common weather disturbance. Bəli. Xüsusi ümumi bir hava tipidir. Thunderstorm. Fırtına. Yəni bu yağış, qasırğa, ildırım, tufan hamısı birlikdə. Onun haqqında ümumi məlumatdır. Bəli. Necə yarandı? İldə nə qədər baş verir? Ardıcıllığı nədir? Nəyə ziyandır? İnsanları vursa nə olar? Yanğın törətməyə və sərdən danışdı. Elə C-dir. D. Countries with more thunderstorms deyilir, amma əlbəttə ki, o sırf o haqda deyildi. Y variantında da safety instructions about thunderstorm deyir, ağacdan uzaq dur, duş qəbul eləmə, falan yerə getmə, amma bu əsas məğzi deyildi mətnin. C variantı ümumi danışmaq isə onun haqqında olan məlumatdır. Növbəti. Yox. Həqiqətən. Bəli, mənə o maraqlıdır ki, hamısını tapmışam, amma biri səhv yazmışam. Oldu sizə. Listingi nə gözəl işləyirsiniz. Biraz sözünüzü mən listingdən narahat idim. Nə yalan deyim, təzə başlayanda. Çox gözəl. Hə, belə bu yazsaz, bu gedişlə, yəni 9-da hamısını yazma. Hələ bu çətinləri də sizə deyim. İndi biraz belə işləyə öyrəşək. Sırf 9-un düşənlərini mən başa salacağam. O bundan da asandır. Mən düşünürəm ki, bundan qat-qat asandır. Afərin. Nə gözəl. Vaxtımız azalar, artıq ikinci listingə vaxt yoxdur. Bir dəqiqə. Hə, 1-2 dəqiqə qalıb. Ümumi soruşumda nəyə aid sualınız var, nədə probleminiz var, çətinliyiniz var? Bax, isim keçdi, bitirdik təmiz. Artikla bitirmişik. Kont faizi gördünüz, bu dəfə yarımçıq verdim. Ola bilər, başa düşməmisiniz, eybi yox. Yarımçıq götürdük. Sualınız var, nəsə onlara aid? Xeyr. Hə, yaxşı. Amma bizim 2 dəqiqəmiz var hələ. Olsun 1 dəqiqə, biz onu boş verə bilmərik, boşa buraxa bilmərik. Hə, gəl sizdən elə yaxşı yadıma düşdü. Bu. Məsələn, baxın, Nil nədir? Nile. Çay adı. Hə, çay, Nil çay adıdır. Və yaxud England nədir? Ölkə. Ölkə, England ölkədir. Bax, onlarla da istifadə edelim. Sonra obyektlər axtaralım. Mən siz obyektlərdə gördüm çaşmışsınız orada. Məsələn, Niderland nədir? Netherlands. Ölkədir də. Ölkədir. Amma dedik ki, Niderland istisnadır ki, D artıqlı gəlir. Hə. Və yaxud, bax, English Channel. Bax, channel sözü var orada. Nə deməkdir bu? Testlərdə qarşımıza çıxmıyor belə ki. English Channel. Xəbərləri. Oxumamısınız deməli bunu. Xəbər nədir? O kanal deyil. Bu coğrafi obyektdən söhbət gedir. Kanallar olur, coğrafiyada keçmişsiniz yəqin onu. İngilis kanalı, başqa hansı, Panama kanalı məncə var, olmalıdır Amerika tərəflərdə. Suyun içərisində olur kanallar. Boğazlar var, eşitmisiniz də? Boğaz. Bəli. Gobi nədir bəs? Gobi, Sahara. Səhra. Ay, o səhra, onların D olur. Bayaq dağ adı var idi bizdə bir dənə. Alps olanda D olur. Mount Everest olanda bir dənə də deyə D olmur. Caspian Sea nədir bəs? Caspian Sea. O bizə doğma olan bir yerdir. Necə? Caspian Sea. Vaxt tutmamışsınız, deyəsən bilmirsiniz. Xəzər dənizidir Caspian Sea. Tamamilə fərqli dağdır. Xəzər dəniz, Xəzər Sea deyil. Caspian Sea olacaq. Yaxşı, bax belə baxın ki, onları testdə işləyə bilin də, yadınızdan çıxmasın. O zaman sual... Vaxt Hə, bitdi o vaxt.